bürcü 25 Mart 2026-cı il. Sizə çox fərqli insanlarla ünsiyyət qurmaq lazım gələcək. Onların arasında sizi müttəfiq kimi görmək istədiyiniz şəxslər də olacaq. Buna görə özünüzdən yaxşı tərəfdən göstərmək, xoş təəssürat yaratmaq vacib olacaq. İntuisiyasına qulaq asan qoçlar bunun öhdəsindən pis gəlməyəcəklər. O, düzgün sözləri və uyğun tonu tapmağa, sizdən nə gözlədiklərini anlamağa kömək edəcək. Vaxtilə sizin üçün çox vacib olmuş münasibətləri bərpa etmək şansı da olacaq. Burada vaxtına təşəbbüs göstərmək önəmlidir. Uyğun anı qaçırmayın. Günün ikinci yarısında yaxşı ideyalar yaranacaq. Çox güman ki, onları dərhal həyata keçirmək mümkün olmayacaq. Amma bir qədər sonra siz mütləq planlarınıza qayıdacaqsınız. Buğa bürcü 25 Mart 2026-cı il. Gün çox məhsuldar olacaq. Həm özünüz, həm də başqaları üçün çox iş görməyə macal tapacaqsınız. Güc tələb edən yeni tapşırıqlara başlamaq lazım gələ bilər. Narahat olmağa dəyməz. Ən çətin məsələlərin belə həllinin öhdəsindən yaxşı gələcəksiniz. Maliyyə daxil olmaları mümkündür. Sərfəli sövdələşmələr bağlamaq şans olacaq. Ünsiyyətdə daha təmkinli olmağa dəyər. Siz düşündüyünüzü, bunun başqasına xoş olub olmayacağını düşünmədən deyə bilərsiniz. Kimsə xırda şeyə görə sizdən inciyə və ya həqiqətən qəzəblənə bilər. Biraz daha incə davranın, beləliklə bir çox xoşagəlməzlikdən qaça biləcəksiniz. Əkizlər bürcü 25 Mart 2026-cı il. Günün ilk yarısı kifayət qədər çətin olacaq. Bu vaxt vacib işlərə başlamaq, ciddi məsələləri həll etmək, ünsiyyətdə çətin gedən, tənqidi qeydləri və sərt sözləri ilə sizi müvazimətdən çıxaran insanlarla təmas qurmaq məsləhət deyil. Sakitliyi və nikbinliyi qoruyun. İmkan daxilində hadisələrə yumorla yanaşın. Biraz vaxt keçəcək və vəziyyət yaxşılığa doğru dəyişəcək. Tədricən müsbət meyillərin təsiri güclənəcək. İstənilən tapşırığın öhdəsindən daha tez gələcəksiniz. Ətrafdakılarla dil tapmaq asanlaşacaq. Axşam xoş xəbərlər maraqlı sürprizlərlə sevindirəcək. Xərçəng bürcü 25 Mart 2026-cı il. Ehtiyatlı olun. Bugün səbir, müstəqil qərarlar, işlərdə dəqiqlik və vasitələrdə seçicilik tələb edəcək. Maliyyə itkiləri, zərər və uğursuz alışlar mümkündür. Hər hansı sövdələşməyə girməzdən əvvəl etibarlı insanla işlədiyinizə əmin olun. Bütün sənədləri diqqətlə yoxlayın. Əsassız riskdən qaçmaq, qanunun nə ruhunu, nə də hərfini pozmamaq vacibdir. Sahibkar xərçənglər gözlənilməz yoxlamalara hazır olmalıdırlar. Yaxınlarla fikir ayrılıqları mümkündür. Kompromisə gəlməyə şəklindən çətin olacaq. Günün ikinci yarısını istirahət etməyə həsr etmək lazımdır. Gücünüzü bərpa etdikdən sonra əhvalınız yaxşılaşacaq və bir çox şeyə yeni gözlə baxacaqsınız. Şir bürcü 25 Mart 2026-cı il. Sizi kifayət qədər narahat edən bir gün gözləyir. Əgər vacib işlərlə məşğul olmağı planlaşdırırsınızsa, kimdən kömək istəyə biləcəyinizi əvvəlcədən düşünün. Çox güman ki, buna ehtiyac olacaq. Uğursuz alışlar, maliyyə itkiləri mümkündür. Bəzi bürc nümayəndələri üçün pul məsələlərində düzgün qərar vermək çətin olacaq. Bugün bir çox şeyi ürəyinizə salacaqsınız. Başqa vaxt demək olar ki, diqqət çəkməyən hadisələr sizi ciddi şəkildə məyus edə bilər. Emosional vəziyyətinizə nəzarət etmək vacibdir. Yaxın insanların məsləhətlərinə qulaq asmaqda faydalı olacaq. Onların sayəsində bir çox çətinlikdən qaçmaq mümkün olacaq. Qız bürcü 25 Mart 2026-cı il. Sizi maraqlı müxtəlif işlər üçün uyğun bir gün gözləyir. Çətinliklərdən qorxmayacaq. Yolunuzda maneələr yaransa belə həvəsinizi itirməyəcəksiniz. Buna görə də uğur qazanacaqsınız. Ola bilər ki, maraqlı tanışlıqlar qurasınız və ya vaxtı ilə sizə çox şey öyrətmiş insanlarla münasibətləri bərpa edəsiniz. Pul məsələsində tələsmək lazım deyil. Bu sahədə siz qeyri-adi bir yüngüllük göstərə bilərsiniz və bu da xoşagəlməz itkilərə səbəb ola bilər. Lazımsız xərclərdən qaçmağa çalışın. Planlaşdırılmamış alışlarla kifayətlənin. Tərəzi bürcü 25 Mart 2026-cı il. Pul, iş və karyera ilə bağlı istənilən məsələnin müzakirəsi zamanı soyuqqanlı qalmağa çalışın. Təxribatlara uymayın, ölçülü biçili qərarlar verin. Xüsusən rəhbər vəzifəsindəsinizsə və başqalarına görə məsuliyyət daşıyırsınızsa, şəxsi və iş maraqlarını qarışdırmaq çox təhlükəlidir. Qalan anlarda isə gün əlverişli olacaq. Bir çox tərəzilərə bugün xoş görüşlər, maraqlı tanışlıqlar bəxş edəcək. Bəzi bürc nümayəndələri üçün isə yeni romantik münasibətlərin başlanğıcı ilə bağlı olacaq. Səfərlər yaxşı keçəcək. Mühit dəyişikliyi sizi sevindirəcək və ilhamlandıracaq. Amma uzağa getmədən də əhvalınızı yüksəldə bilərsiniz. Məsələn, dostlarınızı qonaq çağırıb evdə bir bayram təşkil edə bilərsiniz. Əqrəb bürcü 25 Mart
2026-cı il. Gün tez nəticə əldə etməyə öyrənmişlər üçün çətin ola bilər. Hadisələr gözlədiyiniz kimi inkişaf etməyəcək. Planları dəyişməyə, hər şeyin lazım olan şəkildə düzəlməsini səbirlə gözləməyə lazım gələcək. Bütün əqrəblərin xoşuna bu gəlməyəcək. Amma taliyə və şəraitə qəzəblənməyin mənası yoxdur. Baş verənlərdən fayda götürməyin mümkün olub olmadığını düşünün. Ola bilsin ki, bunun yolunu tapasınız. Həmişəkindən daha çətin olacaq ki, həmkarlarla yola gedəsiniz. Onlar sizi tez-tez müvazimətdən çıxaracaq, əsəbləşdirəcəklər. Amma yaxınlarınızla əla yola gedəcək, çətin anda onlara arxalana biləcəksiniz. Oxatan bürcü 25 mart 2026-cı il. Günün ilk hissəsi sizi narahat edəcək. Diqqətinizi həqiqətən vacib işlərə cəmləməyə mane olacaq, xoşagəlməz hadisələr və çətinliklər mümkündür. Məişət problemlərini, məsələn ev, texnikanın xarab olmasının ehtimalı yüksəkdir. Təmir planlaşdırılmamış xərclər tələb edəcək. Amma zaman keçdikcə müsbət meyllərin təsiri daha aydın hiss olunacaq. Günün ikinci yarısında başladığınız işləri uğurla başa çatdırmaq mümkün olacaq. Maraqlı nailiyyətlər yarınacaq. Axşam bir çox oxatan xoş sürprizlər, qeyri-adi tanışlıqlarla sevindirəcək. Oğlaq bürcü 25 mart 2026-cı il. Bu günün sürprizlər və gözlənilməzliklər olmadan keçməsi çətin görünür. Onların hamısı sevindirici olmayacaq, amma ümumilikdə vəziyyət kifayət qədər uğurlu alınacaq. Buna görə məyus olmağa dəyməz. Yəqin ki, planlarınızı düzəltmək, tamamilə yeni işlərə başlamaq lazım gələcək və onlar çox maraqlı olacaq. Maraqlı tanışlıqlar da mümkündür. Bəzi oğlaqların vaxtı ilə çox dəyər verdikləri əlaqələri bərpa etmək şans olacaq. Bir çox oğlaq öz hisslərini anlaya, əvvələ niyə bəs belə davrandıqlarını başa düşə biləcək. Belə bürc nümayəndələri həyatlarında nəyisə dəyişmək, vacib bir planın həyata keçirilməsinə başlamaq fürsətini qaçırmayacaqlar. Dolça bürcü 25 mart 2026-cı il. Bugün sizi xoş xəbərlər və ya maraqlı təkliflərlə sevindirəcək. Uzun müddət baş sındırdığınız bir çox məsələ uğurla həll olunacaq. Problemlər isə keçmişdə qalacaq. Plan qurmaq olar. Siz diqqətli olacaqsınız, heç nəyi gözdən qaçırmayacaq. İmkanlarınızı düzgün qiymətləndirəcəksiniz. Gün alış-veriş üçün uyğundur. Ən yaxşısı iş və təhsil üçün lazım ola biləcək əşyaları almaqdır. Gözlənilməz pul daxil olmaları çox yerə düşəcək. Günün ikinci yarısında yaxınlarınızı sevindirmə imkanı olacaq və siz bu fürsəti qaçırmayacaqsınız. Balıqlar bürcü 25 mart 2026-cı il. Yaranmış vəziyyəti düzgün qiymətləndirəcəksiniz. Heç nəyi gözdən qaçırmayacaq. Tez bir zamanda doğru qərarlar verəcəksiniz. Məlumatın məntiqi düşünmək üçün kifayət etmədiyi hallarda intuisiya səhvlərdən qaçmağa kömək edəcək. Planlaşdırılmamış səfərlər mümkündür və onlar uğurlu keçəcək. Xüsusən də yaxşı bir şirkətlə yola çıxsanız, şəxsi münasibətlərdə təşəbbüs göstərməyə dəyər. Yaxınlarınız sizi mütləq dəstəkləyəcəklər. Tanış qadınlar tez-tez sizə qulaq asmağa, dəyəcək məsləhətlər verəcəklər. Gün romantik görüşlər üçün münasibdir. Hisslərinizi etiraf edə bilərsiniz.